Daban mahmızı ağrımağa başlayanda dabanıvı ağrıdan yere qoya bilmirsən. Çünkü bu ağrının səbəbi daban bağlarının iltihabıdır. Məhz daban bağları iltihablaşmağa başlayanda daban şporu, başqa adla daban mahmızı deyilən bir xəstəlik meydana gəlir. Həmin o daban mahmızı dabanın ana sümüyündən dabanın özünə doğru çıxıntı formada uzanan sümükdür. Həmin o sümük sən ayağını hər dəfə yerə basanda dözülməz ağrı ilə özün biruzə verir. Məsələ bundadır ki, bu daban mahmızının müalicəsi qeyri-steroid mazlarla bir də fizioterapiya ilə aparılır. Bəs evdə bunu necə müalicə edə bilərsən? Ekrandakı ürəyi qızart, videonu kayd elə və mənə diqqətlə qulaq as. Yaxınlaşırsan, aptekə Dikloflex gel əldə edirsən. Bu Dikloflex gel qeyri-steroid təsirinin köməyi ilə gündə 2 dəfə fındıq boyda götürüb dabanına çəkib 5 dəqiqə saat əqrəbi istiqamətində masaj eləsən, növbəti 5 dəqiqə isə əlinin bu hissəsi ilə dabanına döyəcləsən, bu artıq ev üsulu fizioterapiya, eləcə də qeyri-steroid mazlarla müalicə deməkdir. Yəni sən bir neçə müddət bunu etdiyin zaman daban ağrılarında ciddi fərq hiss edirsən. Çünki daban bağlarının iltihabını aradan qaldırır. Dikloflex geli evdə ağrı kəsici maz olaraq da rahatlıqla istifadə edə bilərsən. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, zakas verib həm aptekə, həm də sizə gətirsinlər. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki üstəgələ işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əczaçınız baloğlanlar hər zaman sağlam qalasınız.